Assalamu alaikum dostlar, yaxşımısınızlar, mən Sümeyyə. Bugün sizlərə Cənnət Təmir'in Oyunçu Maymunçaq deyən kitabını oxudurum mən. Oyunçu Maymunçaq. Burunun burunuzda ormanda bir maymunçaq yaşaydıkən. O ormandakı təyyar meyvə və urukçularını yeyib gününü ötküzürdükən. Günler, haftalar, aylar muşundak ötüptü. Maymunçaq ormanda təyyar meyvə və urukçularını yabzırı çıktı. Onun atılığa qonaq deyirib, eriqdən bilək tutub bilgisi kəpdi. Qonaq tirişini günə bir atılığa kəpdi da qonaq tırıvatqan öküzgə. Öküz oku, bana qonaq tirişini öğütüb qoyga dəbdi. Öküz, maqul mü dəb mörəbdi. Qonaq tiriş üçün ikkisi yer aldırıb sapan sörəbdi. Maymunçaq birdən işləb, qonaq tiriş tirib yemək qıyın ikən dəb qaçıb ketibdi. Manga maymunçaq bir eriq boyuğa kəpdi də bilik tutuvatqan ördəkə. Ördəkcan, bana bilik tutuşda ötüb qoyğanın bulamdı. Bilik dəbdi. Ördək qoşulubdu. Dəbdi ki, maqul buludu, dəbdi. Maymunçaq birdən bilik qoğulab sürükübdü. Maymunçaq təyyar qonaq və bilikni bazarda köp dəb anlab bazarğa veribdi. Onu heç kim vikarğa qonaq və bilik verməkdi. Maymunçaq bazarda bilik yegənin ağzığa qarabdı. Kokvaş yegənin çişini sanatdı. Bəzi də bilik tutqanını, bəzi də yer tırğan doğrab xalqlarını küldürübdü. Kişilər onu qonaq verdi ki, bilik qorsuqu verib köndürübdü. Uzaq ötməy maymunçaq qəpəzdə oyun qoyuşunu başladı. Şimdiden keyin ona da kişilər çavak çalsa o şu yerde yürüp durubdu. Hoş.